gözünden bir haber. Gafil oyan, gafil oyan. Mövlana Muhammed Füzuli buyurur: Rəhrəvi irfana bəsdir sağarı saqi dəlil, kim məhü xurşididən bulmuş təmənnasın xəlil. İrfan yolçusuna qədəh və saqi dəlil kimi bəsdir ki, Xəlil əleyhissalam təmənnasını aydan və günəşdən tapıbdı. Bu beytdə Mövlana Füzuli rəhmətullah bir neçə sənət növündən istifadə edib. Məsələn, ləf və nəşr sənəti. Geniş izah versək, yuxarı misrada işlənən 3 anlayış, yəni irfan yolçusu, qədəh və saqi sözlərinin aşağı misrada işlənən ay, günəş və Xəlil əleyhissalamla bənzətmə əlaqəsi var. Amma yuxarıda işlənən 3 anlayış aşağıda işlənən 3 anlayışla sıra etibarı ilə tam alt-alta düzülməyib. Mürəttəb, yəni tərtibli şəkildə deyil, müşəvvəş, yəni dağınıq surətdə yerləşdirilib. Elə bu səbəbdən də bu sənətin adı ləf-ü nəşri müşəvvəş hesab olunur. Beytdə işlənən digər sənət növü isə təlmihdir. Təlmih şeirdə hər hansısa bir rəvayətə işarə olunmasına deyilir. Bu beytdə də müqəddəs Qur'an-ı Kərimin Ən'am surəsinin 77, 78 və 79-cu ayələrində də bəhs olunan məşhur hadisəyə işarə var. Ayələrin məzmunu belədir. Allah İbrahim əleyhissalama yəqin edənlərdən olsun deyə göylərin və yerlərin mülkiyyətini göstərir. Beləcə, gecə düşüncə İbrahim əleyhissalam ulduzu görür və buyurur: Budur mənim Rəbbim. Elə ki, ulduz batdı, deyir ki, mən batanları sevmərəm. Sonra ayın doğduğunu gördükdə isə budur mənim Rəbbim deyir. Amma ay da batınca Rəbbim məni hidayət etməsə azmış qövmlərdən olardım söyləyir. Daha sonra günəşin doğduğunu gördükdə budur mənim Rəbbim, bu daha böyükdür deyir. Günəş batdıqda isə ey mənim qövmüm, mən sizin şərik qoşduqlarınızdan uzağam söyləyir. Sonda isə buyurur, mən bir hənif, yəni müvəhhid olaraq üzümü göyləri və yeri yoxdan yaradana çevirmişəm. Və müşriklərdən, yəni şirk edib şərik qoşanlardan deyiləm. Bəli, həqiqətən də insanın qarşısında 2 yol var: təqlid və təhqiq. Quranda insanların ata-babalarına kör-koranə şəkildə təqlid etmələri tənqid olunur. Amma əksinə, Allah ənfüs və afaqda insanların özlərindəki və xarici aləmdəki nişanələr ilə onu axtarmağa təşviq edir ki, bu da mütləq yəqinə çatmağın yeganə yoludur. Elə o səbəbdəndir ki, şübhələrdən arınıb axtarış yolu ilə Rəbbinə həqqül yəqin etmiş Həzrəti İbrahim əleyhissalam Allahın xəlili, yəni dostu məqamına yüksəlir. Düşdüyü odu Rəbbi Gülüstana çevirir. Kəbəni yenidən inşa etmək şərəfini ona nəsib edir. Hacıların ziyarətgahı olan məqam-ı İbrahimi müqəddəs bir məkan qərar verir. Gafil oyan, gafil oyan.